Hər vaxtınız xeyir, dəyərli müəllimlər və şagirdlər. Bu gün sizlərlə Python proqramlaşdırmadan olan suallarımızın davamlı izahını verəcəm. Deməli, qalmışdı 19-cu sualda. Deyir, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. S-lə N-in cəmi nə zaman ki 60-dan kiçik olacaq və 60-a bərabər olacaq şərt ödəyəcək. Əks halda dövrdən çıxmış hesab olunur. Gəlin biz burada dövrlərin sayını bilmirik, dövr sayını k ilə işarə edək və yazaq S bərabərdir S plus 4k, N bərabərdir N minus 2k. Dövrdən nə zaman çıxır? S ilə N-in cəmi 60-dan böyük olarsa dövrdən çıxmış hesab olunur. Gəlin toplayaq. S üstə gələk 4k, S-in başlanğıc qiyməti elə 10 verilib, 10 plus 4k. N'in də başlanğıc qiyməti 30 verilib, 30 minus 2k. Toplayaq 10 plus 4k plus 30 minus 2k böyükdür 60 olarsa dövrdən çıxmış hesab olunur. Gəlin görək neçə dəfə dövr eləyib. Deməli, burada 2k plus 40 böyükdür 60 böyükdür 20 k da böyükdür 10. Və ondan böyükdürsə, deməli bizim dövr sayımız 11-dir. Deməli bizim dövrümüz 11 dəfə işləyib. Bizdən sonda print S-i soruşursa, S bərabərdir. S üstə gələk 4K yazmışdıq. S-in başlanğıc qiyməti 10 plus 4, K da 11-dir. Eləyəcək 54Y variantı. Növbəti suala baxaq. Deməli, növbəti sualda klaviaturadan 675 ədədi daxil edilir. Nəticəni müəyyən edin. 675 ədədi təbii ki, x-a mənimsədilir. X-in qiyməti olur 675 və while nə qədər ki 675 sıfırdan böyükdür, dövrün gövdəsi icra olunacaq. Y bərabərdir 675-in 8-ə bölünməsindən alınan qalıq 3. 3 kiçik bir şərti yoxlayır. 3 kiçik bərabərdir 3-dən. Deyəcəm, bəli. A bərabərdir olur 1. Yenidən şərti yoxlayacaq. Y-imiz 3-dür. Böyük bərabərdir 2-dən. Bəli. B olacaq 2. Və x bərabərdir x-in, yəni 675-in 8-ə bölünməsindən tam hissə 83 tam. 83, 84 tam daha doğrusu. 84 tam. Gəlib bir də geri dönəcəm. X 84 böyükdür 0-dan deyəcəm, bəli. Y bərabərdir 84-ün 8-ə bölünməsindən alınan qalıq təbii ki 4 dəfədir. Y-imiz olacaq 4. 4 kiçik bərabərdir 3-dən. Yox, şərt ödəməyəcək. Şərt ödəməyəcək deyə dövrün gövdəsinə düşməyəcəm. X bərabərdir. X-i 84-ü 8-ə böləndə tam hissə 10 tamdır. Yenidən geri dönüş edəcəm. 10 böyükdür 0-dan. Bəli, Y bərabərdir. Onun 8-ə bölünməsindən alınan qalıq 2. 2 kiçik bərabərdir 3-dən. Bəli. A-nın qiyməti olacaq 2. 2 böyük bərabərdir 2-dən, bəli. B-nin də qiyməti olacaq 3. Yenidən x-i 8-ə böləcəm. Onu 8-ə böləndə 1 tam. 1 böyükdür 0-dan, bəli. Y bərabərdir x-in 1-in 8-ə bölünməsindən alınan qalıq 1. 1-i 3-ə bölünəndə 1 kiçik bərabərdir 3-dən, deyəcəm, bəli. A olacaq 3. 1 böyük bərabərdir 2-dən, yox. Gövdəyə düşməyəcəm. X bərabərdir. X-i 8-ə böləcəm. 1-i 8-ə böləndə tam hissə 0. 0 böyükdür 0-dan. Yox, artıq dövrdən çıxa bilərəm. Sonda A plus B-ni soruşur. A-nın qiyməti 3, B-nin də sonuncu qiyməti 3. 3 plus 3 eləyəcək 6. A variantı. Növbəti sualla davam edək.
Deməli, burada Python dilində yazılmış proqramın təyinatını müəyyən edin. Deməli, bizə belə bir proqram verib. Biz bunun təyinatını tapmalıyıq ki, bu proqram nə iş görür? Deməli, A1, A2 dəyişənlərinə özümüzdən qiymətlər verməliyik, şərt yoxlamalıyıq və for i in range-də 1-dən k plus 1-ə kimi şərtdə i-yə bölünməsindən alınan qalıq 0-a bərabər olmalıdır. I-yə bölünməsindən həm A1-in, həm A2-nin alınan qalıq 0-a bərabər olmalıdır ki, D i-yə bərabər olsun. Və burada əgər şərt ödəyərsə, bəli, ödəməzsə, xeyr. Gəlin, ümumiyyətlə belə bir qaydaya baxaq. Qarşılıqlı sadə ədədlər. Qarşılıqlı sadə ədədlər nədir? Qarşılıqlı sadə ədədlər qarşılıqlı sadə ədədlər. Ümumiyyətlə, qarşılıqlı sadə ədədlər deyəndə bunların vuruqları elə bir ədədlər olmalıdır ki, məsələn, 8 və 15. Gəlin 8 və 15-in vuruqlarına baxaq. 2, vuraq 2, vuraq 2. Bu 8-in vuruqlarıdır. 15-in vuruqları 3, vuraq 5-dir. Əgər qarşılıqlı sadə ədədlər odur ki, onların bölünənləri bir-birinə bərabər deyilsə, bu qarşılıqlı sadə ədədlər adlanır. Və qarşılıqlı sadə ədədlərin gəlin A1-in yerinə elə 8, A2-nin də yerinə 15 qoyaq. Və A1 kiçikdir A2-dən deyəcəm, bəli, K-nı bərabər edəcək A1-ə, yəni 8-ə. S-yə düşməyəcəm şərt ödədiyinə görə. I isə 1-dən K plus 1-ə, K-mız da 8-dir. Yəni 9-a kimi qiymətlər alacaq, amma 9-un özünü almayacaq. Deməli, I bərabərdir 1-dən 8-ə kimi qiymətlər alacaq və şərti yoxlayacaq. A1-in və A2-nin hər birinin i-yə bölünməsindən alınan qalıq 0 olarsa, D bərabərdir i şərtini, D bərabərdir i olacaq. Yəni, biz burada baxırıq ki, A1 və A2-nin qiymətləri 8 və 15-də. Bunlar qarşılıqlı sadə ədədlərdir. Bunlarda ümumiyyətlə bir dənə i bərabərdir, bir qiymətində bu şərt ödəyəcək və D bərabərdir 1 olacaq. Qalan bütün qiymətlərində i-nin 2, 3, 4, 8-ə kimi qiymətlərinin heç birində bu if şərti ödəməyəcək. Ödəmədiyinə görə dövrün gövdəsinə düşməyəcək. Bir dənə i bərabərdir 1-də şərt ödəyəcək, hər iki şərt ödəyəcək və D bərabərdir olacaq 1. Və buradan if şərtini yoxlayanda 1 bərabərdir 1-ə deyəcəm, bəli. Deməli, daxil edilən natural ədədlərin qarşılıqlı sadə olub-olmadığını müəyyən edir. Mən 8 və 15 vermişəm. Bunlar qarşılıqlı sadə ədədlər olduğuna görə şərt ödədir. Amma biz qarşılıqlı sadə ədədlər olmayan bir ədədlər versək, 2 dənə ədəd versək ki, onlar qarşılıqlı sadə ədəd olmasın. Bəli, artıq orada D bərabərdir 1 yox, o da əks halda düşəcəkdir, yəni xeyir çap edəcəkdir. Ona görə belə olan halda 8 və 15 verdiyimə görə qarşılıqlı sadə olub-olmadığını müəyyən etdi. Qarşılıqlı sadə ədəd oldu deyə bəlini çap etdi. Baxaq 22-yə. Deməli, burada i 5-dən 15-ə kimi qiymətlər alır. Sonuncu qiymət olacaq 14. 3-ə bölünməsindən alınan qalıq 0 olmalıdır. 2-yə bölünməsində alınan qalıq 0-dan fərqli bir ədəd olmalıdır. Deməli, bu şərtdə yalnız 3-ə bölünən ədəd olmalıdır ki, 3-ə bölünəndə qalıqda 0 olan bir ədəd olsun və 5 ilə 15 arasında sonuncu 14-dür. 3-ə bölünən ədədlər arasında 6 var, 12 var və daha sonra 9 var. 9 var. Amma burada 6 ilə 12-də 6-nın 2-yə bölünməsindən alınan qalıq da 0-dan fərqlidirmi? Deyəcəm, yox, bu şərt ödəməyəcək. Həmçinin 12-də qoysaq, bu şərt ödəməyəcək. Bir dənə 9-da 9-un 3-ə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Bəli. 9-un 2-yə bölünməsindən alınan qalıq 0-dan fərqlidirmi? Bəli. O zaman S-in üzərinə i gələcəm, yəni 9-u gələcəm, S olacaq 9. Qalan heç bir qiymətində, i-nin heç bir qiymətində bu şərt ödəməyəcək.
Deməli, klaviaturadan 137 ədədi daxil edilir. Pythonda yazılmış proqramın nəticəsini müəyyən edin. Ümumiyyətlə, daxil edilən ədəd ona bölünməsindən alınan qalıq n verəcək bizə. Y-i 10-a vurub üzərinə n-i gələndə, yəni qalığı gələndə, bu klaviaturadan daxil edilən ədəd tərsinə yazılacaq. Yəni 137-dirsə olacaq 731. Y onu hesablayır. Və x-i hər dəfədə ona bölə-bölə gedəcəm. Gəlin misal üçün yoxlayaq. 137 böyükdür 0 deyəcəm, bəli. N bərabərdir. Ona bölünməsindən alınan qalıq 7. Y bərabərdir. 0 üstə gələk 7 eləyəcək 7. X da bərabərdir 13 tam. 13 böyükdür 0 deyəcəm, bəli. N bərabərdir 13-ün 3-ə bölünməsindən alınan, 10-a bölünməsindən alınan qalıq 3. Y bərabərdir 70 üstə gələk 3, bu eləyəcək 73. X da bərabərdir 1 tam. 1 böyükdürmü 0-dan? Bəli. N bərabərdir x-in 1-in ona bölünməsindən alınan qalıq 1. Y bərabərdir 730 üstə gələk 1 eləyir 731. X da bərabərdir x-i ona böləndə tam hissi 0 tam. 0 böyükdürmü 0? Yox. Sonda Y-i çap edir. Baxın, 731. Yəni, alınan verilmiş ədədi tərsinə çap edir. Olacaq A bəndi. Növbəti sual izahım. Deməli, burada K 3-dən 19-a kimi qiymətlər alacaq və K elə bir ədəd olmalıdır ki, 2-yə də bölünəndə qalıq 0 olsun, 3-ə də bölünəndə qalıq 0 olsun. Həm 2-yə, həm 3-ə bölünən ədədlər təbii ki, həm də 6-ya bölünən ədədlərdir. Deməli, 3 ilə 19 arasında 6-ya bölünən 1 ilə 6-dır, 12-dir və 18-dir. Hər dəfə S-in üzərinə 5 vuraq K-nı gələcək. Yəni, K bərabərdir 6 qiymətində 5-i 6-ya vuracam, eləyəcək 30. K bərabərdir 12 qiymətində 30-un üzərinə 60-ı gələcəm, yəni 5 vuraq K-nı, 60-ı gələcəm, eləyəcək 90. K bərabərdir 18 qiymətində, S də bərabərdir 90. Üstə gələk, 18-i vuracam 5-ə, bu da eləyəcək 90, 180 A bəndi. Deməli, klaviaturadan 15 ədəd daxil edilərsə, Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, klaviaturadan F üçün bir 15 ədədi daxil edilir. X 2-dir, Y-in də başlanğıc qiyməti 3-dür. Hər dəfə X-i Y-lə toplayacaq və X-in yeni qiymətindən Y-i çıxacaq. Gəlin, baxaq. Deməli, Y-in qiyməti bizdə 3-dür. Başlanğıc qiymət 3-dür. Kiçikdirmi 15-dən? Bəli, x bərabərdir 3 ilə 2 eləyəcək 5. Y də bərabərdir 5-dən çıxacam 3-ü eləyəcək 2. 2 kiçikdirmi 15-dən? Bəli, x bərabərdir 5 plus 2 7. Y də bərabərdir 7-dən də çıxacam 2-ni, bu eləyəcək 5. 5 kiçikdir 15-dən? Bəli, 7 ilə 5 12, Y də bərabərdir 7-yə. 7 kiçikdir 15-dən, bəli, 19, Y də bərabərdir 12. 12 kiçikdir 15-dən, bəli, x bərabərdir. Eləyəcək 31, Y də bərabərdir. 31 çıxa 12, bu da eləyəcək 19. Və son olaraq 19 kiçikdir 15-dən, təbii ki, yox. Sonda x və Y-i çap edəcəm. X-in qiyməti 31, Y-in qiyməti isə 19. Y variantı. Növbəti sualda da deyir ki, Pythonda yazılmış proqramın nəticəsini müəyyən edin. Deməli, burada da həminki qaydadır. Bayaqki sual tipindən eynidir. 3752 böyükdürmü 10-dan? Deyəcəm, bəli. Bu bərabərdir. 3752-nin 10-a bölünməsindən alınan qalıq 2-dir. S bərabərdir 2, N bərabərdir 375 tam.
375 böyükdürmü ondan? Bəli. Q bərabərdir. 375 ona bölünəndə alınan qalıq 5. S bərabərdir 25. N də bərabərdir 37. 37 böyükdürmü ondan? Bəli. 7-yə ona bölünəndə alınan qalıq 7. S bərabərdir 257. N də bərabərdir 3 tam. 3 böyükdürmü ondan? Yox, 3 ondan böyük deyil. Və sonda print S-i çap edəcək. 257. Verilmiş ədəddə sondan əvvələ doğru düzür. Əgər burada 0 olsaydı, verilmiş ədəd tərsinə düzəcəkdi. Burada ondan böyük olmağın bu şərtə görə sonuncunu, yəni lap əvvəldə olan ədədi ala bilməyəcək. Şərt ödəmədiyinə görə. Növbəti sualla davam edək. Deməli, 27-ci sualda deyir ki, ulduz simvollarının sayını müəyyən edin. Burada deməli, i bərabərdir 1-dən 5-ə kimi qiymətlər alacaq. Yəni, i 5 dəfə dövr edəcək. i 1 alanda çap edəcək boşluq vuraq 5 minus 1 eləyəcək 4. Plus ulduz vuraq i vuraq 2. Bu da eləyəcək 2. Yəni 4 dənə boşluqdan sonra 2 dənə ulduzu çap edəcək. Daha sonra, yəni printdən də dırnaqsız çıxacaq, onu bilirik. i bərabərdir 2 qiymətindən boşluq 5-dən 2 çıxacam 3. 3 dənə ulduzdan sonra 2-ni 2-yə vuranda 4. 4 dənə ulduzu çap edəcək. 1, 2, 3, 4. i bərabərdir 3 qiymətində 5-dən 3 çıxacam, eləyəcək 2. 2 dənə boşluq qoyacaq və 3-ü 2-yə vuracam 6. 6-nı da ulduza vuranda eləyəcək 6 dənə ulduz. 6. i bərabərdir 4 qiymətində 5-dən 4 çıxacam 1. Bir dənə boşluğun üzərinə gələcəm və 4-ü vuracam 2-yə 8. 8-i ulduza vuranda 8 dənə ulduz eləyəcək. Tamın sayı qədər təbii ki, ulduz yazırıq. 2, 4, 6, 8. Və i bərabərdir 5 qiymətində 5-dən 5 çıxanda 0. Təbii ki, 0-a vurmağın da əhəmiyyəti yoxdur. Üzərinə gələcəm, 5-i 2-yə vuracam 10. 10 da ulduza vuranda 10 dənə ulduz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Artıq dövr bitdi. Ulduzların sayını soruşur. 2 burada, 4 burada, 6, 8 burada, 14, 2 burada, 4 burada, 6 burada, 6 burada, 12 burada, 8 burada, 20, 10 da burada. Bu da eləyəcək 30. Efendim. Deməli, 28-ci sualda 2244 fərqlidir 0-dan, bəli. Eni 10-a vuracam 0, üzərinə gələcəm. Eni 100-ə bölünəndə alınan qalıq 44 və 100-ə bölünəndə tam hissə 22. 22 fərqlidir 0-dan, bəli. Emin 44-ün 10-a vuranda eləyir 440. Üzərinə gələcəm. Enin 22-nin 100-ə bölünməsindən alınan qalıq 22 və bu eləyəcək 462. N də bərabərdir 0 tam. 22-ni 100-ə böləndə 0 tam 0 fərqlidir 0-dan, təbii ki, yox. Sonda print N-i, yəni 462-ni çap edəcək. Deməli, burada i
5 dəfə dövr edəcək. Hər dəfə də A-nın qiymətlərini cəmləyəcək. Yəni A-nın qiyməti 2 dəfə olacaq. 2 ilə 2 4. Sonra 4 ilə 4 8, 8 ilə 8 16, 16 ilə 16 32, 32 ilə 32 64. 5 dəfə dövr elədi və sonda 64-ü çap edəcək. Daha sonra burada baxırıq ki, Python ilə yazmış proqramın nəticəsini müəyyən edin. N 24-dür. 24 plus 1, 25-ə kimi qiymətlər alacaq, 25-i almayacaq. Hər dəfə n-in i-yə bölünməsindən alınan qalıq sıfıra bərabərdirsə, s-in üzərinə i gələcək. Biz baxırıq ki, burada n heç vaxt dəyişmir. Yəni 24-ü bölənlərinə böləndə qalıqda sıfır olan ədədlər, yəni i bərabərdir 1-də, 2-də, 3-də, 4-də, 6-da, daha sonra 8-də, 12-də və 24-də bu şərt ödəyəcək, s-in üzərinə i gələcək. Gəlin baxaq, s bərabərdir 1 plus 2 plus 3 plus 4, 6, 8, 12 və 24. 3, 6, 10, 16, 24, 48 plus 12 bu da eləyəcək 60. Və bəndə. Otuz birinci sualda deyir ki, i 3-dən 20-yə kimi qiymətlər alır və şərtdə i-nin 2-yə bölünməsindən alınan qalıq 1-dən fərqli olmalıdır. Deməli, i-nin cüt qiymətlərində qalıq 0 olduğuna görə və 1-dən fərqli olduğuna görə cüt qiymətlərində ödəyəcək. Deməli, i-nin 4 qiymətində 6, 8, 10, 12, 14, 16 və 18 qiymətlərində bu şərt ödəyəcək. Hər dəfə də s-in üzərinə 1 gələcək. i-nin 2, 4, 6, 8 qiymətində s-i üzərinə 1 gələndə s olacaq 8 A variantı. Daha sonra 32-ci sualdan proqramın nəticəsini müəyyən edin. Deməli, bizdə x 5-dir. M-imiz də 60-dır. Təbii ki, mən bunu bir-bir yerinə qoyub eləməyəcəm. Deməli, məndə x böyük bərabərdir. M olanda dövrdən çıxmış hesab olunur. Mənə dövrümün sayı məlum deyil. X bərabərdir x üstəgəl 1k bu formada yazıram. X-in başlanğıc qiyməti məlumdur. Böyük bərabərdir 60 olanda dövrdən çıxmış olur. Belə. Deməli, k 55-dir. K 55-dir və x-in üzərinə 5-in üzərinə 1 vuraq 55 gəlsəm, bu eləyər 60. Elə mənə də x-in qiyməti lazımdır. X eləyəcək 60. Dövr 55 dəfə gedib. Deməli, 33-cü sualda deyir ki, Python dilinə yazılmış proqram natural n ədədi üçün nəyi təyin edir? Gəlin n-ə yazaq 8, özümüzdən bir ədəd verməliyik. Nə qədər ki, 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir, şərt ödəyir. Yəni, n bir dəfə alacaq 4-ü, bir dəfə alacaq 2-ni, bir dəfə də alacaq 1-i. Və şərti yoxlayacaq. N ən sonda 1 alıb, 1 bərabərdir 1-ə deyəcəm, bəli. Bu, ikilik say sistemində olub-olmadığını yoxlayır, xeyr. Tək ədəd olub-olmadığını yoxlayır, xeyr. Əgər tək ədəd olub-olmadığını yoxlasa, 7 versəydim, bu bəli olardı. Sadə ədəd olub-olmadığını yox, 2-nin qüvvəti olub-olmadığını, təbii ki, 2-nin qüvvəti olub-olmadığını yoxlayır. Çünki verdiyim ədəd 8-dir, o da 2-nin qüvvətidir. Ona görə bəlini çap etdi. Natural ədədlər üzərində
Nəzərdə tutulmuş Python proqramının nəticəsinin dəyişməməsi üçün 2, 3, 4 sətirlərin əvəzinə hansı proqram sətri seçilə bilər? Ümumiyyətlə, gəlin görək bu proqram nə iş görür. Deməli, biz enə hər hansısa bir ədəd daxil edək, 15 tutaq ki. Nə qədər ki 15, 5-dən böyükdür, n-dən hər dəfə 5 çıxacaq. Yəni, bir dəfə n olacaq 10, bir dəfə olacaq 5, bir dəfə olacaq 0. Yəni, n bərabərdir, sonda 0 alacaq. İndi biz bu proqramın nəticəsinin dəyişməməsi şərtindən elə bir sətir seçməliyik ki, proqramın nəticəsi dəyişməsin. Misal üçün, biz bunu seçsək, n-in qüvvəti üstü 2-də 1 olur, ondan kök almalı olacaq. Bu deyil. Burada n-i 5-ə böləndə hər dəfə tamla düşəcək, bir dəfə 3-ü alacaq, bir dəfə n-i 3 alanda 3-ü 5-ə böləcək, tam hissə 1 olacaq. Bu da deyil. Növbətli baxaq variantlara. C variantına baxaq. Misal üçün, mən n yazmışam 15. 15-in 5-ə bölünməsindən alınan qalıb, təbii ki, 0-a bərabərdir. Nəticəni dəyişmədən n-i 0 ala bildik, yəni C variantında. Keçək 35-ci sualın izahına. 35-ci sualda deyir ki, A və B-ni veribdir. Nə qədər ki, A B-dən fərqlidir və A böyükdür, B şərtini ödəyirsə, böyükdən kiçik çıxacaq. A-dan B-ni çıxacaq, əks halda B-dən A-ya çıxacaq. Bu formada yazılışda ümumiyyətlə əbobun hesablanmasıdır. Yəni, ən böyük ortaq bölən 720 və 150-nin ən böyük ortaq böləni 30-dur. Elə A variantı. Davam edək növbəti sualına, 36-cı sualına. Deməli, özümüzdən bir sətir daxil etməliyik. S bərabərdir, A, B, C sətri daxil edirəm. S1 boş sətrə bərabərdir, liniz 3-dən 1 çıxanda qalacaq 2. Nə qədər ki, 2 böyük bərabərdir 0-dan, S1-in üzərinə indeksini əlavə edəcəm, S-in indekslərini. Deməli, mən 2-dən başladığına görə 0, 1, 2 yazacağam və boş sətrin üzərinə sonuncu sətri gəldiyimə görə, C-ni gəldiyimə görə olacaq C. Daha sonra S1-in qiyməti C-dirsə, C-nin üzərinə növbəti birinci indeksi gələcəm, yəni olacaq C, B, daha sonra A-nı gələcəm. Olacaq C, B, A. Deməli, burada sətri tərs ardıcıllıqla çap edəcək. Sətri tərs ardıcıllıqla çap edir. Otuz yeddidən ədəd daxil etməliyik. Deməli, burada bizdə S-i və M-i soruşur. Baxırıq, M sayı bildirir. Nəyin sayını? K-nın 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirsə, bu bizə sayı verir. Əks halda ədədin rəqəmlərinin cəmini verir. Baxaq görək bizdə K deməli tək ədəd olarsa, onun sayını verəcək. Cütlərin isə rəqəmlərinin cəmidir. Bir ədəd qoysaq, 3, 2, 7, 4. Belə bir ədəd qoysaq, K isə hər dəfə ona bölünəndə alınan qalıqdır. Deməli, bizdə klaviaturadan daxil edilmiş natural ədədin cüt rəqəmlərinin cəmi, bəli, cüt rəqəmlərinin cəmi, tək rəqəmlərinin isə sayını bildirir. Gəlin, baxaq, görək doğrudan da elədirmi? A 3274-dürsə, K olacaq 4. A olacaq 327. 4-ün 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Yox. S-in üzərinə K gələcəm. S-im olacaq 4. A 327 böyükdürmü 0-dan? Bəli. K olacaq 7. A olacaq 32. 7-nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Bəli. M olacaq 1. Və daha sonra 32 böyükdürmü 0-dan? Bəli. K olacaq 2, A olacaq 3. 2-nin 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdirmi? Yox. S bərabərdir 4 plus 2.
və A 3 böyükdürmü 0-dan? Bəli. K olacaq. 3-ün ona bölünməsindən alınan qalıq 3. A da bərabərdir 0 tam. 2-yə bölünməsindən alınan qalıq 1-ə bərabərdir. Bəli. M də bərabərdir 2. Sonda S-i və M-i çap edəcək. Baxırıq ki, S ədədin cüt rəqəmlərinin cəmidir. M isə ədədin tək rəqəmlərinin sayını bildirir. Deməli, C variantı. Deməli, biz baxırıq ki, i buradan ondan 99-a kimi qiymətlər alır. Deməli, A və B verilmiş ədədin rəqəmləridir. A, misal üçün, mən i-yə 36 verim. Tax ki də i 36-nı ala bilər. A, i-nin 10-a bölünməsindən alınan qalıqdır. B isə tam hissədir. Və şərtdə bunların cəminin, yəni ədədin rəqəmlərinin cəminin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirsə, həmin ədədin üzünü çap edəcək. Deməli, rəqəmləri cəmi cütdürsə, çünki 3 və 6 rəqəmləri cəmi 9-dur. Onun 2-yə bölünməsindən alınan qalıq 1-dir, 0-a bərabər deyil, şərt ödəmir. Amma mən elə bir ədəd versəm, onun rəqəmləri cəmi cüt olarsa, misal üçün verək 46-nı. Bunun rəqəmləri cəmi 10-dur. Onun 2-yə bölünməsindən alınan qalıq 0-dır. 0 da 0-a bərabər olduğu üçün düşəcək elə i-ni, yəni 46-nı çap edəcək. Deməli, rəqəmləri cəmi cüt olan iki rəqəmli ədədləri çap edir. Deməli, baxırıq, klaviaturadan 12 ədədi daxil edilir. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Nə qədər ki, B-dən kiçikdir, A-nın üzərinə B gələcək, A-dan da B çıxacaq. Deməli, A-nın başlanğıc olaraq A və B-nin qiymətləri 1 plus 1-dir. Bu bizə nəyi xatırladır? Fibonacci sırasını xatırladır. Fibonacci sırası necə idi? 2, 3, 5, 8, 13 bu Fibonacci sırasıdır. Əvvəlki iki rəqəmin cəmi sonraki ədədi verirsə, bu Fibonaccidir. Baxın, 1 plus 1 eləyir 2, sonrakını verdi. 2 plus 1 eləyir 3, 3 plus 2 eləyir 5. Burada da həmçinin o qayda ilədir. Gəlin, baxaq. Deməli, A bərabərdir. 1 ilə 1, 2 olacaq. Plus, daha sonra 2 ilə 3-ü toplayacaq 5, 5 ilə 3-ü toplayacaq 8, 8 ilə 5-i toplayacaq 13, 13 ilə 8-i toplayacaq. Bu eləyəcək 21. Hər dəfədə A-nın sonuncu qiymətindən B-ni çıxacaq. Yəni 21-dən çıxacaq 8-i, bu da eləyəcək 13. 21 və 13 B bənd. Deməli, burada 40-cı sualda i-nin başlanğıc qiyməti 15-dir. Nə qədər 3-dən böyükdür, şərt ödəyəcək. Gəlin, baxaq görək, hansı qiymətlərində if ödəyir, s-in üzərinə i gəlir. Deməli, i-nin. Əgər biz bura cüt qiymət qoysaq, 4 misal üçün, 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-dır. 0 fərqidir, 0-dan deyəcəm yox. Deməli, i-nin tək qiymətlərində s-in üzərinə i gələcək. I-nin tək qiymətləri hansıdır? Deməli, ilk dəfə 15-də, hər dəfədə 1 çıxır. Sonra 13-də, 11-də, 9-da, 7-də, 5-də, 5-də.
2, 4, 5 qiymətində S-in üzərinə hər dəfə i-ni gələcək və qalan bütün qiymətlərində, yəni cüt qiymətlərində isə k-nın üzərinə 1 gələcək, yəni sayını bildirəcək. 15-dən sonra 14 qiymətində, 12 qiymətində, 10-da, 8-də, 6-da və 4-də. 2, 4, 6 qiymətində k-nın üzərinə 1 gələcək, k olacaq 6. Amma tək qiymətlərində S-in üzərinə hər dəfə i gələcək. Yəni 15 plus 13 plus 11, 9 plus 7 plus 5. Bu da eləyəcək 60, 28, 12, 60. Deməli, baxaq 41-ci suala. X-a verək 16. Nə zaman ki 16 12-dən böyükdür, 2-yə bölünəndə alınan qalığı tapacaq. Şərt ödəyirsə, X-i böləcək 2-yə tam hissəni tapacaq. Deməli, belə. 16 böyükdür 2-dən, bəli. Və buradan hər dəfə 16-yı 2-yə böləndə tam hissə bir dəfə olacaq 8. Sonra 8-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Bəli, x olacaq 4. Daha sonra x olacaq 2, sonra da olacaq 1. Heç vaxt x bərabərdir 0 olmur. Və dövrdən çıxandan sonra gəlir şərti yoxlayır. X 1 bərabərdir 1-ə, deyirəm bəli. Deməli, bu x natural ədədinin 2-nin qüvvəti olub olmadığını yoxlayır. Bəli, 2-nin qüvvətidir 16. Deməli, buradan x-ə ədəd verməliyik. Nə qədər ki 0-dan böyükdür, ona bölüb alınan qalığı tapmalıyıq. Daha sonra qalığı kupa yüksəltməliyik. Ümumiyyətlə, riyaziyyatda belə bir ədədlər var. Armstrong ədədlər deyirlər ona. Misal üçün 343 ədəd vermişəm. Ədədin 3 rəqəmli ədəddir də. Hər bir ədədin rəqəmlərini kuba yüksəldirəm. Və aldığımız ədəd, bunların rəqəmlərinin kubları cəmi verilən ədədi verirsə, bizə 343-ü verir. Deməli, bu ədəd Armstrong ədəddir. Yəni, rəqəmli natural ədədin rəqəmlərinin kubları cəminin həmin ədədə bərabər olub olmadığını müəyyən edir. Bu Armstrong ədədləri sadəcə olaraq burada bu formada veribdir. Gəlin 343-ü verək, yoxlayaq. Q bərabərdir, eləyəcək 3, S də eləyəcək 3-ün kubu. Və 343-ü ona böləndə tam hissə 34. Daha sonra 34 böyük 0, bəli. Q bərabərdir 4, S bərabərdir 3-ün kubu, üstə gələk 4-ün kubu. Q da bərabərdir, X də bərabərdir, üzürlü sayın 3. Və 3 böyük 0-dan bəli, Q bərabərdir 3, S bərabərdir 3-ün kubu, üstə gələk 4-ün kubu, plus 3-ün kubu, X də bərabərdir 0-a. Dövr bitdi mi? Bitdi. S-imiz bizim nəyə bərabərdir? Deməli, 3-ün kubu üstə gələk 4-ün kubu, üstə gələk 3-ün kubu bərabərdirmi A-ya? A da X-ə bərabərdir. X üçün də 343-ü vermişəm. Bəli, 343-ə bərabərdirsə, print Y-si çap edəcək. Deməli, 3 rəqəmli natural ədədin rəqəmlərinin kubları cəminin həmin ədədə bərabər olub olmadığını müəyyən edir. Deməli, burada nə qədər ki ondan böyükdür, Q n-in ona bölünməsindən alınan qalıqdır 4. 0-a vuracam, üzərinə 4 gələcəm. 282. Ondan böyükdürmü? Bəli. Q bərabərdir 2, S bərabərdir 42, N də bərabərdir 28.
Böyükdürmü sıfırdan, ondan böyükdürmü? Bəli. Q bərabərdir 8, n bərabərdir 428, n də bərabərdir 2. 2 böyükdürmü ondan? Yox. Sonunda s-i çap edəcək 428-in A variantı. Əgər burada n böyükdür 0 olsaydı, onda ədədin rəqəmlərini tərsinə çap edərdi. Python dilində yazılmış proqramın icrasından sonra çap olunacaq olduğu simvolların sayını müəyyən edin. Deməli, nə qədər ki i 5-dən kiçikdir, ulduzu çap edəcək. Deməli, i bərabərdir 0 qiymətində bir dənə ulduzu çap etdi. Şərt ödədim. İnin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdirmi? Bəli. Burada 2 dənə ulduzu çap edəcək. Bu şərti də yoxlayacaq. I 0 böyükdürmü 2-dən? Yox. İ'nin üzərinə 1 gələcək. I olacaq 1. Daha sonra 1 kiçikdir 5-dən? Bəli. Bir dənə də ulduz burada çap edəcək. 1-in 2-yə bölünməsindən alınan qalıq 0-a bərabər deyil. 1 də 2-dən böyük deyil. I olacaq 2. 2 kiçikdirmi 5-dən? Bəli. Bir dənə ulduz burada çap edəcək. 2-nin 2-yə bölünməsindən alınan qalıq 0-a bərabərdir deyək. 2 dənə də ulduz burada çap edəcək. 2 2-dən böyükdürmü? Yox. I olacaq 3. 3 5-dən kiçik olduğuna görə bir dənə ulduz buradakı printdə çap edəcək. 3-ün 2-yə bölünməsindən alınan qalıq 0-a bərabər deyil. 3 amma böyükdür 2-dən. 3 dənə də ulduzu burada çap edəcək. Çünki 3 böyükdür 2-dən. Daha sonra i olacaq 4. 4 kiçikdir 5-dən? Bəli. Bir dənə ulduzu burada çap edəcək. 4-ün 2-yə bölünməsindən alınan qalıq 0-a bərabər deyək. 2 dənə də ulduzu burada çap edəcək. 4 də böyükdür 2-dən? Bəli. 3 dənə də ulduzu burada çap edəcək. 1, 2, 3 dənə də ulduzu burada çap edəcək. I olacaq 5. 5 kiçikdir 5-dən? Təbii ki, yox. Dövrdən çıxacaq. Bizə ulduz simvollarının sayını soruşur. 2, 4, 6, 8, 10, 12, 14, 16, 17. 17 dənə ulduzu çap edəcək. Növbəti sınaq izahlarında görüşənədir.